Masallı'nın Şərəfəkənd tam orta məktəbində şagirdlər arasında insident yaşanıb. Məlumata görə 9-cu sinif şagirdi olan 2 qız paralel sinifdə oxuyan qızı döyüblər. Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına aparılıb. Masallı rayonu Şərəfəkənd sakini cinsi qadın olan 2009-cu il təvəllüdlü şəxs Masallı rayon mərkəzi xəstəxanasına daxil olub. Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxsə ambulator müalicə üçün evə buraxılıb. Məsələ ilə bağlı Lənkəran Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sözü gedən məktəbdə şagirdlər arasında yaranan mübahisə zamanı məktəblilərdən biri xəsarət alıb. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və Regional Təhsil İdarəsi tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.